sosial şəbəkələrdə, virtual aləmdə məsələlərə istəyirəm işarə eləyəm. O bundan ibarətdir ki, ümumi şəkildə vəziyyət ürək açandır. Hamınız bilirsiniz. Bir çoxlarınız ola bilsin, məndən də çox vaxt ayırırsınız bu sosial şəbəkələrə. Məxsusən səviyyəni bilmək üçün yazılan şərhləri oxumaq kifayət edir. Ki, orada müxtəlif insanlar öz düşüncələrin, mövqeylərin sərgiləyirlər. İnsanların imanlarının səviyyəsi, potensialları, düşüncəli səviyyələri, xülasə mövqeyləri orada sərgilənir. Düzdür, süni də ola bilir, bəziləri işləri odur. Onlar, biz də onu bilirik ki, məsələn, müəyyən videoların altına yazanda bilirlər ki, bəli, bu insanlar xüsusi adamlardılar ki, yazırlar. Amma ümumi şəkildə vəziyyət ürəkaçandır. Hansı nöqteyi nəzərdən? Bəsirət nöqteyi nəzərindən. Bu yazanları ümumiyyətlə 3 hissəyə bölmək olar. Birinci dəstə fasik, facir, günahkar insanlardılar. Onlar üçün dini dəyərlər mühümdür. Onlar təqvalı deyirlər. Onları bu düşündürmür ki, mən bu sözü yazsam, bu təhqiri yazsam, bu söz üçün qiyamətdə Allaha cavab verməliyəm. Yəni buna imanı yoxdur onların. Fasik, facir insanlardılar, heç bir dəyərləri yoxdur. Onlar söyürlər, söyüş eşidirlər, normal haldılar. Bəzilərin hətta bəlkə belə deyək, hobbisidir, xoşları gəlir. Ki, orada söysünlər, söyülsünlər və s. Axır, bu cür. Bunlarla işiniz olmaz. Bunlara əhəmiyyət vermiyoruz. Çünki bunlar abırsız insanlardılar, dəyərsiz insanlardılar, mənəviyyatsız insanlardılar bunlar. İnsan özün gəl onların səviyyəsinə salmıyor. Həzrəti Mövlanın yanında qəmbəri söydülər. Qəmbər istəyirdi nəsə cavabını istəyirdi hazırlayır. Həzrət İmam dedi ki, özünü onun səviyyəsinə salma. Sakit qalmaqla ən yaxşı cavabı sən verirsən. Axmağın, ədəbsizin, ağılsızın cavabı nədir? Susmaq. Cahilin cavabı nədir? Susmaq. Danışsın, yəni həmin səviyyə düşürsən. İkinci dəstə insanlar çox gözəl, azdılar. Amma yavaş-yavaş çoxalırlar. Dindarlar, inanclı insanlar, bəsirətli, ayıq adamlardılar. Bilirlər ki, nələr baş verir. Haqqı müdafiə edirlər. Onları aldadmaq mümkündür. Üçüncü dəstə insanlar, bunların adların allanmış insanlar qoymaq olar, bəsirətsiz insanlar qoymaq olar, xərcsiz, əziyyətsiz dindarlıq etmək istəyən insanlar qoymaq olar bunların adını. Bunlar deyirlər ki, hələ vəziyyət bu cür olsun, sən Allah dəyməyirsən. Hayküy salmıyız. Hələ yaxşıdır, dəymə yaxşıdır, işiniz olmasın yaxşıdır. Bundan da pis ola bilər. Baba, belə bu cür istəyirlər qalsın. Namaz qılırlar, oruç tuturlar, paylaşımlar, nə bilim nələr. Onlar zalimə xidmət eləyən, dinin təhrifində olan ruhaniləri, həmin o dindarları dəstəkləyirlər. Özləri etiraz etmirlər, etiraz edənlərə etiraz edirlər. Özləri ki, heç. Amma bir adam, sən məsələn durursan, etiraz edirsən sosial şəbəkədə, o adam qalxıb sənə qarşı etiraz edir. Niyə görə? Çünki elə bir dövr gəlib ki, elə bir siyasi, ictimai vəziyyət, ab-hava var ki, haqqa etiraz edənləri məhkum, boykot eləmək rahatdır. Və heç bir xərci yoxdur, vəziyyət hələ o vəziyyətdir, belə deyək. Məsələn, kim dinin həqiqətləri müdafiə edirsə, zülmə, zalimə etiraz edirsə, onu təsdiqləmək çox qorxuludur olar. Bunun xərci olacaq. Amma o adam ki, zalimə etiraz edir, ona etiraz eləmək heç bir xərci yoxdur. Və əksinə onlar üçün yaxşı, dünyaları üçün yaxşıdır, başları ağrımır. Allah'ın verirəm, öz izzət kərəminə zalimləri bizlərə müsəllət eyləməz. Aqibətimizi xeyr eyləsin.